olub ay Seynur sənə? Xəstə sən əllər bilsən, nə olub ay? Ay sənə görə mən... Qızlar eşitdi sanki. Mən sənə görə çıxmışam, getmişəm buradan. Nə məsələdir Seynur? Nə məsələdir? O günlərim keçən səfər sizi görürəm burada. Vüqar mənə zəng eləyib, gəl oturmuşuq, çay içirik, gəl bura. Səni görürəm yanında. Mən adam vuranda həmən məndən siqaret istəyən adam var idi orada. Məndən siqaret istəyirdi. Həmən adamı görmüşəm səndən üzbəüz. Valla sən xəstəsən, o başqa həmən adam idi o. Sən dəli sana başqa tema üçün gəlib danışarım sənə. Qardaşım, onu mən səndən üzbəüz gördüm. Hə də, əzizim, mənimlə ay kişi, o deyirəm başqa tema üçün gəlib. Sən nə danışsan, bilmirsən, qıraqdan səbəbini gördün bəlkə. O başqa bir məsələ üçün gəlib. O atasının bir məsələsi vardı, onu danışmağa gəlib mənimlə. Məndən kömək istəyirsən, nə danışsan? Heç mənim xəbərim yoxdur o sənin. Bunlar kimdir bəs? Bunlar bəs Vəfa hara, sən hara? Vəfanı mən tanımırdım. Vəfa mənim taksimə mindi. Vəfa sadəcə yolda əl elədi, mənə şey elədi. Gəldi Vəfa ilə Vəfanı gətirəndə baxdım fabrikası çıxdı, mənim neçə illik tanışım. Yəni mənimlə bir yerdə işləyən, mənimlə iş birliyi olan həmən o xanımdır o. Vəfanı ümumiyyətlə mən tanımırdım. Ondan sonra mənim söhbətimi kimsə bilmir ki. Heç kim bilmir. Sən dəlisən, biz dostuq. Xəstəsən, sənin başın çatmır. Həmən o gördüyün şey də başqa şeydir. Mən də deyirəm, bax hara qaçsın, hara yox qaçsın. Bilmirəm nə. Neçə vaxtı səni axtarırıq, kim məsələn biz həll eləyək. Nəysə ay Seynur, buralıq söhbət deyil. İnşallah oturub sabahlar ətraflı uşaqlarla da bir yerdə danışaq. Sən xəstəsən, belə düşünürsən ha. Biz dostuq ha kişi, o nə deməkdir? Başın xarabdır sənin. Bu nə hərəkətdir kişi? Bizlərin yanında panik eləmək. Heç nə. Hər şey yaxşıdır. Hər şey yaxşıdır. Bir dənə prosta bizə maraqlıdır. Sizin tanışlığınız necə olub? Bu mənim dostum. Söhbətdir. Sonra danışarıq, hə. Yaxşı. Hə, uzun söhbətdir. Çünki maraqlıdır. Sən mənim dostum, bu bunun podruqası. Yəni Olur da, necə həyat rastlaşdıq. Həyat belədir. Salam qaqa, necəsən, nə var, nə yox? Heç mən bir iş tapşırmışdım, məsələn, kömür məsələsi. Məsələ nə yerdə qaldı? Getdi. Salam qaqa, necəsən, nə var, nə yox? Heç mən bir iş tapşırmışdım, məsələn, kömür məsələsi. Məsələ nə yerdə qaldı? Salam abi, salam, nətərsən? Qardaşım, Azər müəllimdədir sənin malların. Sənə mən indi konum atacam. Həmin o konum üzrə gedərsən, götürərsən. Hə, bir də ki, bir şey sənə deyim. Nəsə dünənlər Seynuru gördüm, özünü çox qəribə aparırdı. Heç nə. O, şimdi axşam danışarıq, vaxtda görüşüb. Öpürəm. O, şimdi axşam danışarıq, vaxtda görüşüb. Öpürəm. Şükür Allah, məsələ həll olundu. Şükür. Əslində çox ciddi məsələdir. Bir zarafata salmışam mən. Necə kömək edim hə bunlara? Alo, Elvin, nətərsən qaqa, nə var, nə yox? Qaqa, bu 2 gün idi Seynurdan xəbər yox idi axı. Bunu getdim mən Şəmkirdən gətirəndə, qaqa, bunun üstü başı qan idi, pis gündə idi. Nə danışsan, nə qan, nə Şəmkir. Mən dünənlər Seynuru gördüm axı dəniz qırağında. Onun dəniz qırağında nə işi var idi ki? Düzdür, özün biraz çox qəribə aparırdı. Bu axşam görüşək, Vüqara xəbər elə, Vüqarı da sən götür gəl, axşam görüşək, bir dənə söhbət eləyək. Görək nə məsələdir bu, mənə də danışmadı heç. Nə qaqam, axşam görüşüb danışarıq, telefonluq məsələ deyil. Yaxşı, yaxşı, axşam görüşək, söhbət eləyərik. Mən indi gedirəm Seynur gilə. Davay, davay. Buna niyə zəng çatmadı ki? Alo. Salam. Necəsən ürəyim? Yaxşıyam şükür. Qulaq as mənə, Seynura yığıram, mənə ad boy ver də. Sonra da zəng vurdum təzdən, oca zəng çatmır. Ola bilsin zaryadkası yoxdur da, bu normaldır da can. Niyə belə narahat olursan ki? Keçən səfər biraz aramızda mübahisəmiz oldu, ona görə narahatam da, həm də görüşməliydik bu günləri. İndi yığıram, mənə cavab vermir, ad boy verdi, sonra da telefonu söndürdü. Nəysə, boş ver, narahat olma. Elvin onun dostudur. Maraqlanaram, o bilər hardadır. Yaxşı, oldu canım, oldu. Yatıb neynir bu?
Yatıb elə də bu. Selnur. Ay Selnur. Selnur, durmusan bura? Rahat yata bildin? Şükür qaqa, sağ ol. Gör nə deyirəm, mənim çox vaxtım yoxdur. Mən gedirəm o birisi evə. Evin açarını verim sənə. Gəl bunu. Götür evin açarını. Mən gedirəm o birisi evə. Sən burada rahat bir müddətlik qal o məsələ bağlanana qədər. Yaxşı? Gedək mənə bir dənə yol sal. Arxanda qapını bağla. Mən getdim. Yaxşı. Gəl. Başqa da nəsə lazım olsa, mənə xəbər eləyərsən, gələrəm. Yaxşımı? Yaxşı. Siqaretin yoxdur, Məhəmməd. Siqaret? Yox, mağazadan götürüb gələrəm. Görürəm. Salam əleykum. Cinayət axtarışdan. Buyurun, nə məsələdir, rəis? Siz kimsiniz? Mənim dostumun evidir, rəis, qonaq gəlmişəm. Selnurdur, rəis. Dostumdur, nə məsələdir ki, nə olub ki? Bu uşağı tanıyırsınız? Yox, rəis, tanımıram, nə məsələdir ki? Kimdir ki bu uşaq? Bu uşaq 3 gündə itkin düşüb. Görüb eləsəniz, dərhal 102-yə məlumat verərsiniz. Oldu. Sağ olun. Sağ ol, rəis, sağ ol. Sağ ol. Bu da son. Bu da son nədir, qaqa? Bir səbirli ol da. İndi gedib nə işdiysə də eləyib, yabırsın. Gördün Məhəmməd. Zibilə çıxdı söhbətin, nə işdir? Gördüm polis yanı. Sən gör nə deyirəm, mən gedirəm, eşidirsən, vaxt öldürməyək boş-boşuna. Mənim sahəmdə 8-ci məhəllə 2-ci ev şübhəlidir. Dərhal nəzarətə götürülsün. Mən gedirəm, yaxşı? Sən evdə otur, axşam xəbərləşək, görüşək. Mənim işlərim var, getdim mən. Yaxşı? Evdə ol, xəbər eləyəcəm sənə. Keçdik zibilə. Polis vaxtı idi. Selnur batsanmız batdıq. Əllə ayaqlı getdik. Oldu müəllim. Baş üstə həll eləyərəm. Ayda, bu Məhəmməd mən nəzibilə saldı. Mən neynədim? Mən neynəyəcəm? Mən nə qayıracam? Məhəmməd, sən hardasan? Sənə zəng eləyirəm, zəng çatmır. Bu mesajı oxuyan kimi mən əlaqə saxla. Ya da bilirsən nə var? Mən gedirəm evə, gəl bizə. Yarım saata səni gözləyirəm. Axır ki, telefon açsın deyə. Kənan mənə yazıb. Məhəmməd, sən hardasan? Sənə zəng eləyirəm, zəng çatmır. Telefon xarab olsun Bu ki. mesajı oxuyan kimi mən əlaqə saxla. Hə. Ya da bilirsən nə var? Nə Mən var? gedirəm evə, gəl bizə. Yarım saata səni gözləyirəm. Bu nə səs tonu deyə məndən danışır. Niyə çox məndən belə danışmıyor baxı? Gedim görüm nə məsələdir. Salam qaqa, salam. Ha, telefon xarab olmuşdu, qaqa, sönmüşdü telefon. İndi açılıb telefon. Problem yoxdur qardaşım. Gəlirəm. Mən bir yarım saat hızlı gələcəm, sizə çatacağam. Qapı açıqdır. Kənan. Kənan. Evdəsən, ay Kənan. Qaqa, o nə səsdir mən atımsan? Səndən işim var. Nə səs gəl qardaşım, bizə. nə səs?
Mənə səs atmısan ki, gəl səninlə işim var. Nə məsələ? Bir dəqiqə deyirsən. Mən səni bu dəqiqə öldürmürəm. Qaqa, bir dəqiqə gözlə görmə. Əli qol atma, səbirli ol qardaşım. Oturaq söhbət edək. Nə məsələdir? Qardaşım nə səbir? Nə səbir? Sən məni zibilə qoymusan. Ay, nə Mən bu zibili dəqiqə zibilin qardaşım? içindəyəm. Gəl keçək oturaq 5 dəqiqə görək nə məsələdir qaqa. Bir elə əli qol atırsan gələn kimi. Qardaşım sən məni elə bir zibilə salmısan ki, Nə zibili? sən bilirsən nə eynəmsən? Sən neynəm? Şəmkirdə ən böyük adamların həyatından mənə maşın oğurlatdırmısan. Bir dəqiqə mənim başım Bir problemdədir. dəqiqə yaxşı deyən görüm kimin evindən bura? Nə mənim sənə dediyim zakaz? Bəli, sənin mənə dediyin zakaz. Qardaşım mənim o adamlara xəbərim yoxdur ki. Qardaşım xəbərin olmadığı şey niyə gəlib mənə deyirsən? Yox, yəni bilmirdim elə adamlardı da, başa düşdün necə? Mən nə edeyim indi? Mən necə eləyim? Bu necə çıxım bu zibildən? Qaqa, bir dəqiqə səbirli ol, eşidirsən məni diqqətlə qulaq as. O adamları mən tanımıram. Bu bir. İkincisi qardaşım, o adam Selnur yəni Selnurla əlaqəsi olan adamdır. Selnur onlara gedib, başa düşdün necə? Oradan çıxanda biz də söhbəti təzəlik öyrənmişik. Başa düşdün necə? O Selnurun əsgər yoldaşıdır, köhnə əsgər yoldaşıdır. Diqqətlə mənə qulaq as. Mən də sənin kimiyəm də, brat. Vəziyyət pisdir. Mən də səni gözləyirəm. Sən getmirsən, mən də ortada gedirəm. Selnur necə çıxdı vəziyyətdən, səni də çıxaracaq. O əsgər yoldaşıdır onu. Bilmirik nə haqq hesabdır. Selnur biz azdan çoxdan danışdı məsələni. Başa düşdün? İndi biz onun aydınlığını gətirməliyik. Bizim özümüzün başı zibildədir. Sənin bilmədiyin çox şey var. Qardaşım, mən bu dəqiqə elə bir vəziyyətdəyəm ki, məni necə zibilə salmısansa, o zibildən də məni çıxartmalısan. Qardaşım, diqqətlə mənə qulaq as. Yenə deyirəm sənə. Onun Selnurla əlaqəsi var. Mən adamı tanımıram. Başa düşdün? Selnur məndən xahiş elədi, bizə götürdük. Bu qədər bəsit. Sən səbirli ol, 1-2 gün mənə vaxt ver. Sən zibildəsənsə, mən də zibildəyəm olsa. Pulu ilə deyil, qırat pulu ilə həll eləmişik. Biz yaxınıq, başa düşürsən? Bir dənə məsələnin qaydasına qoyaq, o məsələni də qaydasına qoyacaq. Selnurla danışacağam məsələni. Haralardasan, haralardasan, əyləş. Vaxtımız yoxdur, söhbət eləməliyik. Ha, vaxtdan çox vaxt var, nə deməkdir? Bu gün Məhəmmədgildəydim. Qapıya polis gəlmişdi. Mənim vurduğum uşağa görə. Uşağı axtarırdılar. Abi, polis necə bildi? Nə axmaq danışırsan? Polis bilsəydi mənim burada nə işim var idi? Qardaşım, polis məsələsini başa düşdün. Bəs sən neçə gündə haralardasan? Mən sənə görə buradan Şəmkirə getmişdim. Daha doğrusu desəm qaçmışdım Elvin. İndi burada bu adamların içində mənə izah elə görüm. O sənin o gecəsi görüşdüyün oğlan kim idi? Bax qardaşım, mənə diqqətlə qulaq as. Həmin adam atasının ölüm kağızını ala bilmədiyinə görə həmin günü gəlib məndən kömək istəyirdi. Sadəcə mənə bir şey çatmır. Sən məndən necə şübhələnə bilərsən? Şübhənin başını buraxmaq lazımdır, polis məsələsini həll etmək lazımdır ki. Elvin, yadındadır sən mənə demişdin qohumumuz var. Onların həyətində bastırarıq. Qardaşım, qapı polis gəlib, məsələ böyüyüb. Biz meyidi çıxardıb bastırmaqdansa, ən məsləhətisi aparıb yandırmağımızdır. Əslində danışsa, adam yandırmaq nədir ki? Çox danışmaqdansa durun hərəkət edin, qaqa. Boş-boş oturmağın adı yoxdur. Durun gedən görək nə edirik.
Qardaşım, səndə var idi baqajda lapatkalar. Onları götür də. Məhəmməd, Hə. gəlin baxın bura. Bura deyildi ki. Buraydı da, qazlıqdır da. Burada əməlli başlı yer açsın. Elvin, Elvin. Elvin. Sənlə gördüyüm uşaq bizdən siqaret istədi Məhəmmədlə burada. Biz bu meyidi dəf eləyəndə. Hanı bu meyid?